Yəni tövbə eləməkdən qabaq tövbənin əməllərini gərək yerinə yetirəsən. İmam Hüseynin başını kəsəndən sonra xeymələri ki yandırdılar, cəsədlərin üstündən at sürdülər, indi əsirləri istəyirlər qaldıralar aparmağa. Şimdi gəldi İmam Səccadın yanına. Dedi ki, ey zamanın imamı, mən peşiman olmuşam. İstəyirəm tövbə eləyəm, istiğfar eləyəm. Mən istiğfar eləsəm, Allah mənim tövbəmi qəbul eləyər. İmam Səccad baxdı Şimrə, dedi, əgər tövbənin şərtləri yerində olsa, Allah tövbəni çox sevir. Ki, bəndə tövbə eləyə. Əgər şərtlər yerində ola. Şimdi da soruşmadı onun şərtləri nədir, döndü getdi. Getdi dəstəmazı aldı, Kərbəladadılar hələ. Alnın qoydu Kərbəla torpağına, üzün tutdu Kəbiyə tərəf, istədi deyə əstəğfirullahə, Rabbi və ətobu iləy, özündən ixtiyarsız bədənindən sidik xaric oldu. Dəstəmaz pozuldu, bədən mındarlandı. Getdi yuyundu, paltarın dəyişdi, dəstəmazın aldı, alnın qoydu torpağa, istədi istiğfar eləyə, ixtiyarsız bədənindən sidik xaric oldu. İstiğfarı dilinə gətirə bilmədi, ölən gününə qədər istiğfar onun dilinə gəlmədi.